Hər kəs salam. Bugün sizlərlə 6-cı sinif dərslik 2-ci hissənin suallarına baxacağıq. Səhifə 104-də 9-cu sualdan başlayaq. Burada şərtdə deyir ki, hər sıradakı ədədlərin ədədi ortasını, medianını və modasını tapan, hansı sıradakı verilənlərin ədədi ortası, medianı və modası böyükdür. A variantından başlayaq. Verib bizə 9, 5, 9, 13. Əvvəlcə bunları artan sırayla düzək. 5, 9, 9, 13 olacaq. Digərini də artan sırayla düzsək, 5, 7, 7, 17 olacaq. Yuxarıda moda 9-dur, çünki ən çox təkrarlanan 9-dur. Median, bunlar cüt sayda olduğuna görə ortadakı 2 ədədin cəminin yarısını götürəcəyik. Yəni 9 üstəgəl 9 böl 2, 18 böl 2 də eləyəcək 9. Daha sonra ədədi ortanı tapmaq üçün bunları cəmləyib saylarına böləcəyik. 9 üstəgəl 9, 18, 18 üstəgəl 13, 31, 31 üstəgəl 5, 36. 36-nı da 4-ə böləndə bu da 9 eləyəcək. Aşağıda moda 7 olacaq. Median, bu ikisinin cəmi. Ortadakı ikisinin cəminin yarısı, yəni 7 üstəgəl 7 böl 2, bu da bizə 7 verəcək. Ədədi ortanı tapsaq, 5 üstəgəl 7, üstəgəl 7, üstəgəl 17-ni hesablayacağıq. 14 üstəgəl 5, 19, 19 üstəgəl 7, 36 eləyəcək. 36-nı da 4-ə böləndə 9 eləyəcək. Deməli, moda birinci sırada daha böyükdür. Çünki yuxarıda 9-dur, aşağıda 7-dir. Median da birinci sırada daha böyükdür, amma ədədi ortaları isə bir-birinə bərabər olacaq. Daha sonra B variantında yenə bunu artan sırayla düzsək, 9, 11, 11, 11, 19, 29 olacaq. Aşağıda da artan sırayla yazsaq, 12, 12, 23, 23, 30. Yuxarıda moda görünür ki 11-dir, çünki ən çox təkrarlanan odur. Median ortada qalan olacaq. Burada ortada qalan hansıdır? Bu ikisinin cəminin yarısı, yəni 22 böl 2, bu da 11 eləyəcək. Ədədi orta isə bunların cəminin sayına nisbəti. 9 üstəgəl 11, 20. Bu hissə 20 verdi. Bu ikisi bizə verəcək 30. Digər də verəcək 40. Bunu böləcəyik sayına, yəni 1, 2, 3, 4, 5, 6-ya. 90 bölünsün 6 da 15 edəcək. Bu oldu yuxarıdakının. Cavabları aşağıdakına nə olacaq? Moda 12 və 23-dür. Median ortada durandır, yəni 23-dür. Ədədi orta isə 12 üstəgəl 12 üstəgəl 23, 23 üstəgəl 30 bölünsün 5-dir. Bunu hesablasaq, bu ikisi 35, digəri də 35, 70, 70 üstəgəl 30, 100 bölünsün 5, bu da 20 eləyəcək. Müqayisə eləsək, aşağıdakının modası daha böyükdür, aşağıdakının medianı daha böyükdür, ədədi orta olaraq da aşağıdakının ədədi ortası daha böyükdür. Keçək C variantına. C variantında da yenə artan sırayla düzsək, 7, 13, 15, 17, 23. Burada moda yoxdur, çünki təkrarlanan bir ədəd yoxdur. Median ortada durandır, yəni 15 olacaq. Daha sonra ədədi orta isə bunların cəminin sayına nisbətidir. Cəmləsək 20, 35, burada da 40, 75. 75 bölünsün 5, bu da eləyəcək 15. Aşağı hissədə bəs nə olacaq? 25, 32, 24. Bunu artan sırayla yazaq. 24, 25, 32. Burada da moda yoxdur. Median ortada qalan, yəni 25-dir. Median 25-ə bərabərdir. Ədədi orta isə cəmləyəcəyik və 3-ə böləcəyik. 24 üstəgəl 25, 49, 49 üstəgəl 32,
81 edəcək. 81-i də 3-ə böləndə 27. Deməli, burada nə oldu? Aşağının medianı daha böyükdür, aşağının ədəd ortası daha böyükdür. Keçək D variantına. D variantında yenə artan sırayla düşsək 16, 21, 24, 24, 35. Burada ortada qalan median olur. Medianımız 24'dür. Ən çox təkrarlanan ədəd modada 24'dür. Ədədi ortanı tapaq. Bunların cəminin 5-ə nisbəti olacaq. Baxaq, 16 üstə gəl 24 bizə 40 verər. 40 üstə gəlinsin. 21 ilə 24-ün cəmi 45, üstünə də 35 gəlsək, 80 bölünsün 5-ə. 120 bölü 5 olur. Bu da bizə verəcək 24'dür. Bu birincinin idi. Daha sonra ikincisində yenə artan sırayla düşsək 18, 23, 23, 36. Moda olacaq 23. Median olacaq ortada duran ikisinin cəminin yarısı, yəni 46 bölü 2, bu da 23. Ədədi orta isə bunları cəmləsək 23, 23, 46, üstünə də 36 gəlsək 82, 82-nin üstünə 18 gəlsək 100 edəcək. 100-ü də bölsək 4 olacaq 25. Bu oldu ikincisinin. Bir də aşağısında yenə artan sıraya düşsək 32, 32, 35. Moda 32 olacaq. Median ortada duran olduğuna görə 32'dir. Ədədi orta isə cəminin 3-ə nisbəti. 64 üstə gəl 35. 89. 89 bölünsün 3'də tapacağıq. Daha doğrusu 99 olacaq burada. 99 bölünsün 3. Bu da bizə verəcək 33'ü. İndi median harda daha böyükdür? Yuxarıda 24, 23, burada 32. Ən aşağıda daha böyükdür. Moda 24, 23, 32 aşağıda daha böyükdür. Ədədi orta olaraq 24, 25, 33 aşağıda daha böyükdür. Bu oldu 9-cu sual. Keçirik 10-cu suala. 10-cu sualda deyir ki, məktəb lavazımatları mağazasında 5 gün ərzində satılan dəftər, qələm və pozanın sayı haqqında bəzi məlumatlar cədvəldə sual işarəsinin yerinə uyğun ədədləri tapın. Qələm verilib, ədədi ortası 230 deyir. Burada sual var. Sual üstə gəlinsin 150, üstə gəlinsin 200, üstə gəl 350, üstə gəl 300. Bunların 5 dənədir bunlardan. 5'ə bölsək bərabər olacaq 230'a. Məxrəcdə də bilirik ki 1 var. Çarpaz vursaq, sual üstə gəlinsin. Buranı hesablayaq. 350, 350, 700, üstə gəl 300, 1000 eləyəcək. 1'ə vursaq elə özünə bərabərdir. Bunu çarpaz vururuq. 5'i də 230'a vursaq 1150 eləyəcək. Buradan sualı tapıram ki 150 imiş. Əgər bu 150-dirsə, gəlin bu sıranı artan sırayla yazaq. 150, 150, 200, 300 və 350. Görürük ki, medianımız olacaq 200 median. Modada ən çox təkrarlanan ədəd, yəni 150 olacaq. Bu oldu qələmlər. Keçirik indi dəftərə. Dəftərdə nə deyir? Moda 120-dir. Deməli, ən çox təkrarlanan ədədimiz 120 olmalıdır. 130, 200 verib. Digər yerində sual var. Deməli, sualın yerinə də 120 olmalıdır ki, 120 ən çox təkrarlanan ədəd olsun. Yaxşı, indi buna artan sırayla düzsək. 120, 120, 130, 180 və 200. Buradan median tapırıq ki, 130'dur ortada duran. Ədədi ortanı tapmaq üçün isə bunların cəmini 5'ə böləcəyik. Cəmləyək 240, 240'ın üstünə 130, 370, üstə gəlinsin 380, bölünsün 5. Bu da 750 bölünsün 5, yəni 150 eləyəcək.
Daha sonra gəlir pozanlar. Deyir ki, median 140-dır. Gəlin bunu artan sırayla yazaq. 80, 130, 150, 150. Biz bilirik ki, median ortada qalandır. Və bizə deyir ki, 140-dır median. Deməli, 140 burada ortada olmalıdır. Sualın yerinə oldu 140. Ədədi ortanı soruşursa, bunların cəmliyi 5-ə böləcəyik. Bu da eləyəcək 210, 140, 350, 500, 650 bölünsün 5. Bu da 130 eləyəcək. Modası bəs nə olar? Ən çox təkrarlanan ədəd 150-dir deyə modada olacaq 150. Daha sonra gəlir 11-ci çalışma. Satıcı satdığı qarpızların kütləsinin kiloqramla qeyd etdi. Bu ədədlərin ədədi ortası mediandan, median isə modadan böyükdür. Pozulmuş ədəd verilənlərdən hansı ola bilər? 4, 6, 15. Ədədi orta deyir ki, mediandan böyükdür. Median da modadan böyükdür. Ədədi ortanın ən böyük olması üçün verilən ədədlər özü ən böyük olmalıdır. Ona görə cavab 15 götürsək, nə olacaq burada? Artan sırayla yazaq bir də. 3, 5, 5, 5, 8, 9, 10, 12 və 15 olsun. Burada ortada qalan ədəd sayına baxaq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 dənədir. Deməli, ortada qalan ədədimiz 8. Median 8 olsa, moda 5 olacaq təbii ki. Gəlin bunun ədədi ortasını tapaq. Ədədi ortada bunların cəminin 9-a nisbət olacaq. 5, 5, 5, bunlar elədi 15. Üstünə bir dənə də 15-i gəlsək, 30, 40, yazaq 40, üstə gəlsin 3 üstə gəl 9, 12, 10 da üstünə 12 gəndə 24. 40 üstə gəl 24 bölünsün, sayda 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 idi. 64 bölünsün 9, bu da bizə verəcək 7 tam nə qədərsə. 7 tam 9-da 1. Deməli, bu halda doğru olmayacaq. Çünki ədədi ortamız böyük olmur. Yerinə 15-i qoymayaq. Qoyaq məsələn 6-nı. 3, 5, 5, 5, 6, 9, 10, 12 olacaq bu halda. Mediana baxsaq, median 6-dır. Bir dəqiqə, 3, 5, 5. 6-nı qoyduq, 6, 8 var idi burada. 6, 8, 9, 10, 12. Bu halda median olacaq 6. Moda olacaq 5. Deməli, bərabərsizliyimiz ödənir. 6 böyüdür 5-dən. Ədədi ortasına baxsaq, 15, üstə gəl 3, 18, 24, 24 üstə gəl 8, 32, 41, 51, 51-in üstünə də 12 gələndə eləyəcək 63. 63 bölünsün 9-da bizə verəcək 7-ni. Həqiqətən də ədədi orta 7 olanda mediandan böyükdür, median da modadan böyükdür. Deməli, burada pozulmuş ədədin yerinə 6 yazılmalı idi. Daha sonra 12. 12-də deyir ki, cütlər fiqurlu konki sürmə yarışlarında hakimlər birinci və ikinci yer tutan cütlərə aşağıdakı balları verdilər. Qalib hansı meyara görə seçilib? Birinci yerdəki balları toplayaq. 10 üstə gəl 9 onda 6, üstə gəl 9 onda 9, 9 onda 6, 9 onda 8, üstə gəl 10. Bunu hesablasaq, bu bizə verəcək 58 tam onda 9-u. İkinci yerdəki 9 tam onda 7, 10, üstə gəl 10, 9 onda 4, üstə gəl 9 onda 5, üstə gəl 10. Bunun xalları cəmi isə bizə verəcək 58 tam onda 6-nı. Əgər biz burada ədədi orta tapsaq, 58 tam onda 9 bölünsün 6 olacaq birinci yer. İkinci yer 58 tam onda 6 bölünsün 6 olacaq. Həqiqətən də ədədi ortaya görə məxrəclərimiz bir-birinə bərabərdirsə, surəti böyük olan daha böyük götürürük. Deməli, ədədi orta hansına daha böyükdürsə, onu birinci yerə layiq görüblər. Cavab olacaq ədədi orta meyarına görə.
Daha sonra gəlir 13. Cədvəldə Samir, Aynur və Anarın birinci yarım il ərzində keçirilən qiymətləndirmələrdə topladıqları ballar göstərilib. Kimin topladığı orta bal daha çoxdur? Toplasaq bunların ballarını, Samirin olacaq 474 balı, Aynurun olacaq 462 balı, Anarın isə olacaq 480 balları. Toplamda 6 dənə fən varsa, 474 böl 6, 462 böl 6, 480 böl 6. Məxrəclər hər birində eynidir, surəti böyük olan daha böyükdür. Deməli, Anarın orta balı daha çoxdur. Daha sonra gəlir B variantı. B-də deyir ki, Samirin topladığı balların modası neçədir? Görürük ki, Samirin topladığı ballar cədvəlində ən çox təkrarlanan ədəd 80-dir. Ona görə B variantı cavab olacaq 80. C variantında kimin topladığı balların medianı ən çoxdur, kimin isə ən azdır. Bunun üçün bunları ardıcıl düzməliyik, artan sırayla. Olacaq 52, 78, 80, 80, 90 və 94. Ortada qalan 2 ədədi götürürük. 80, 80. Bunların cəminin yarısı elə verəcək bizə 80-i. Bu oldu Samir. Aynura baxsaq, artan sırayla yazaq. 50, 65, 80, 84, 90, 84-dən sonra 87 var. 87 və 96. Burada ortada duran 80 və 84-dür. Toplasaq 164, 2-yə də bölsək, eləyəcək 82. Keçdik Anara. Anarda aşağı bal 64-dür, sonra 76-dır. 80, 80, 85, 95. Bu halda da 80 üstəgəl 80, 160 böl 2 eləyəcək 80. Deməli, ən çox median Aynurdadır. Samir və Anarın medianları da bir-birinə bərabərdir. Sonra keçdi 14-cü çalışmaya. Bir diaqramda ilin birinci yarısında A və B şəhərlərinə düşən yağıntının miqdarı verilib. A və B şəhərləri üzrə göstəricinin modası nə qədərdir? A şəhərinə baxsaq, görərik ki, 3 mm yağıntı miqdarı ən çoxdur. Deməli, A variantında A-nın modası olacaq 3. B modası olacaq. Ən çox təkrarlanan 1 mm yağıntıdır, ona görə cavab olacaq 1. Keçək B variantına. A və B şəhərlərinə düşən orta yağıntı nə qədərdir? Orta yağıntını tapmaq üçün bunları cəmləyib saya bölməliyik. Baxaq, A şəhərinə baxsaq 3, üstəgəl 4, üstəgəl 5, üstəgəl 3, 2, 1. Toplayaq bunları. 3 üstəgəl 4, 7, 7 üstəgəl 5, 12, 12 üstəgəl 3, 15. Bu da 18 eləyəcək. Toplamda 1, 2, 3, 4, 5, 6-dır. Böləcəyik 6-ya bunu. Bu da eləyəcək 3. Bu A şəhərinin orta yağıntısı idi. İndi B şəhərinin orta yağıntısına baxaq. 3, üstəgəl 2, üstəgəl 1, üstəgəl 4, daha sonra 1, 1. Bunları toplasaq. Bölsək 6-ya. 5, 6, 10, 12 böl 6 bərabərdir 2 olacaq. Deməli, A şəhərinin orta yağıntısı 3 mm-dir, B-də isə 2 mm-dir. Sonra gəlir C variantı. Hansı şəhər üzrə göstəricilərin medianı daha böyükdür? C-yə baxaq. Deməli, A şəhəri üçün artan sırayla yazsaq necə olar? 1, 2, 3, 3, 4, 5. Burada median tapmaq istəsəm, ortadakı ikisini götürüb, cəmləyib yarıya bölürəm. Median oldu 3. B şəhərində 1, 1, 1, 2, 3, 4. Bura baxsaq, ortada duran 1 ilə 2-dir. Cəminin yarısı 1,5 median eləyəcək. Burada median elədi 1,5. Bizə deyir ki, hansı şəhər üzrə göstəricinin medianı daha böyükdür? Cavab olacaq A şəhəri üzrə.